neçə nəfər gəlmir? Tamam, kim? Tamam, hayır. Uşaqlar, bugünkü dərsimizi birinci yarımının yekun mövzularının hamısı haqqında, yəni ümumi kitabımızın içində olan, yəni birinci hissənin içində olan mövzular haqqında sual cavabla devam edəcəyik. Sual yarışı olacaqdır. Sual yarışımızı birinci qrup daxilində fərdi yanaşma ilə həyata keçirdəcəyik və bu fərdi yanaşmadan qrup daxilində kimlər qalib gəlmiş olsa, onlarla sual qatarı ilə dərsimizi davam edəcəyik. Deməli uşaqlar, oyunumuzu başlayırıq, yarışımızı başlayırıq. Sıra-sıra hər bir sıraya yaxınlaşacağım 4 sıralı uyğun olaraq və görək birinci mərhələnin sonunda neçə nəfər suala cavab vermiş olacaqdır. Səth dağları nə deyir? Səth boyunca yayılan dağlar. Nə deyil? Səth dağları. Əynir. Qəbul edirəm. Mütləq hündürlüklədir, hansıdır, dəniz hündürlüyü. Dəniz səviyyəsindən götürülmüş, 0 metrdən götürülmüş hündürlüyədir. Tamam. Azərbaycan bu ölkəmənin adı hansıdır? Azərbaycanda boru kəmər, nefti daşıyan boru kəmərin adı nə idi? Bakı tutuşum. Doğrusu, ən İnsanların bölündüyü iri parçaları nə anlamda? Bəli. Çox asan. Antarktistan sahəsi neçə milyon kilometrlik kvadratıdır? 14,2 milyon. Doğrudur. Avustralya qitəsinin sahəsi neçə milyon kilometrdir? 8 nəfər. Birinci sırayla bitirdik. Kimler cevap verirse elini kaldırsın. 1, 2, 3, 4. Deməli birinci sırada, birinci mərhələdən 4 nəfərimiz digər mərhələyə keçdi. İkinci sırayla devam edirik. Vulkanlar neçə qrupa bölünür və hansılardır? Yatmış, aktiv və sönmüş. Aferin. Düz oraya koyma. Palçıq vulkanları həm də nə ad verilir və palçıqların De görürsün. Yalan vulkanlar. Uğurlu bilmədin. Devam edirik. Hündür dağlar neçə metrdir? Neçə metrdən yuxarı olan dağları? 1500. 1500'den yuxarı olarsa hündür dağlar olur. Bakı zəlzələsi nə zaman və neçə bal gücündə baş verir? Mən 2000-ci ildə 6,8 bal. Yaşına görə dağlar neçədir? Necə? Yaşına görə dağlar neçədir? Yaşına göre dağlar. Zamanla qədim. Zamanla qədim iki yerə bölünür. Palçıq vulkanlar ətrafında nələr yerləşir? Hansı faydalı qazıntısı olur palçıq vulkanların ətrafında? Hansı faydalı qazıntısı? Asya qitəsinin sahəsi neçə milyon kvadrat kilometrdir? Bilmirsən? Tamam. Deməli, ikinci sıradan kimlər cavab verdi? 1-2 nəfərimiz. Deməli, ikinci sıramızda 2 nəfər ikinci mərhələyə daxil oldu. Üçüncü sırayla devam edelim. Buyurun. Bir sıra dağlar birləşərək nə yaradır? Bir sıra dağlar birləşərək nə yaradırlar? Dağ sistemləri. Düzdür, dağ sistemini yaradır. Afrikanın ən böyük çatı hansıdır? Yaşardılar. Antarktidanın buz qatı orta qalınlığı neçə metrdən 2000 metrdən çoxdur. Bir nəfər.
Göz öləcəyi hansı gözdələr? Maral göz, ceyran göz, ördək göz, ağ göz, qar göz, zər göz, Aferin. çabuk. Neçənci ildə olan zəlzələ nəticəsində? 1939 il tamamlayıb. Düzdür. Səncə hündürlüyünə görə neçə yerlərin asfaltdır? Mən asfalt hündürlüyü. Yox, o dağlar da alçaq hündür. Düzənliklər hündürlüyünə görə Havalı, yaylı. və yüksəklik. Yox, qəbul edirəm doğruluğunu ikisini dedilər azından. Maçu neçə metr hündürlükdə yerləşir? Necə? Machu Picchu hər neçə metr hündürlükdə yerləşir? 2500 tam. Üçüncü sıradan uşaqlar neçə nəfər düz cavab verdi? Əlin qaldırsın. 1, 2, 3. Deməli, üçüncü sırada 3 nəfərimiz növbəti mərhələyə keçmişdir. Dördüncü Litosfer tabaları hansı qatın üzərində hərəkət edir? Doğrudur. Düzənliklər xarici proseslərinə aiddir. Xarici proseslərə misal gətirə bilərsiniz. Düzdür. Afrikanın ən alçaq yeri haradır? Düzdür. Dərinliyi bilirsən? 55. Tamam, 50. Qəbul olsun. Xəzər dənizində nə qədər palçıq vulkan var? Palçıq vulkan adası var. 8 dənə palçıq vulkan adasıdır, düzdür. Yer qabının hansı qatları var? Yer qabığının 3 dənə qatı var idi. Hansı var idi? Bazalt, granit, çəkmə, bilmədim, əyləş. Şiş. Olan nə? Dağ nəyi? Zirvəsi, tamam. Şiş ucu zirvələrə pik deyilir. Qəbuldur. Bu sıradan, dördüncü sıradan doğru cavab verənlər 1, 2, 3, 4 nəfər. Deməli, dördüncü sıramızdan 4 nəfər növbəti mərhələyə keçmişdir. İkinci mərhələni başlayırıq uşaqlar. Antarktidanın ən alçaq ərazisi nədir? Həm bel cücəkli. Doğrudur. Cənubi Amerikanın ən hündür zirvəsinə gəlir. Nədir? Avropa qitəsinin sahəsini neçə milyon kilometrdir? 10,2. Tamam. Uzunlar edən dağlar hansılardır? Düzdür. Bu sıradan deməli, ikinci mərhələyə 3 nəfər qalib gəldi, 3 nəfər keçdi. Davam edirəm ikinci sırayla. Bir göz zəlzələsi nə zaman və Neçənci ildə bu? yaranıb? Antarktida buz qatının maksimum qalınlığı isə metrdir. Mən 2000. 4500. İkinci mərhələyə ikinci sıradan heç bir şagird keçmədi. Üçüncü sırayla devam edirik. Üçüncü sırada 3 nəfər kimlərdir? Əlini qaldırsın. Tamam. Elbrus vulkanın hündürlüğü nə qədərdir? 6700 metre. Yox, o Lilələkon hündürlüyüdür. Elbrus'un. 5000. 642. Bilmədim. Düzdür. Mauna Kea vulkanı hansı adada yerləşir? Mauna Kea vulkanı hansı adada yerləşir? Havaya qalır. Havay adalarında, doğrudur. Üçüncü sıramızdan yalnız bir nəfər keçdi növbəti mərhələyə. Dördüncü sırayla devam edirik. Yuliya vulkanı harda yerləşir? Və Ant dağlarında. Düzdür. Hansı materikdə? Ant dağlarında. 6700.
O da hündürlüğüydü. Düz deyirsən 6723. Cənubi Amerika materikidir. Qəbul olunur cavabı. Azərbaycanın hansı ölkələrlə həm suda, həm də qurumda həmsərhəddir? Yəni Ermənistan, Yox, həm su, həm quru. Gürcüstan, Həm su, həm quru. Qazaxıstan yalnız sudur. Həm su, həm quru. Rusiya, İran, aferin. Əlbəttə bilməlidir. Azərbaycanın sahəsi neçə kilometrdir? 86,6 Düzdür, kilometr. aferin. Bunu da qoy birinci qabağa. Yer kürəsində 2 su sahəsi hansıdır? Yer kürəsində ilk su sahəsi hansıdır? İlk su sahəsi. Pangina ilk quru sahəsidir, ilk su sahəsi. Hansıdır ilk su sahəsi? Pantalas. Yaxşı, qəbul edirəm. Deməli, 4-cü sıramızdan 3 nəfər bitirdik. Yəni 3 nəfər düzgün cavab verdi. Və buradan da nəticə olaraq birinci sıramız 7 bal, ikinci sıramız 2 bal, üçüncü sıramız 4 bal, yenə dördüncü sıramız 7 bal. Və beləliklə də müəyyən edirik ki, deməli dərslərimizi daha çox oxuyan birinci sıra və dördüncü sıradır. Və indi uşaqlar, ikinci mərhələdə qalib gələn bu uşaqlar zəhmət olmasa çıxsın önə, sual qatarı ilə davam edir. Buyurun.